Ölkə xəbərlərlə davam edirik. Gəncədə 17 yaşlı Elgün İbrahimovun ölümü ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, mayın 12-sində baş verən hadisə ilə əlaqədar təxirə salınmaz istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir. Habelə hadisənin iki tərəfli və hər tərəfli və eləcə də obyektiv araşdırılması məqsədi ilə zəruri ekspertizalar təyin edilib. Cinayət işi üzrə hadisə yerinin baxışı və əldə edilən ilkin sübutlar əsasında bütün mümkün versiyalar yoxlanılır. O da qeyd edilib ki, sosial şəbəkələrdə hadisənin təfərrüatlarına dair istintaq orqanı ilə dəqiqləşdirilməmiş, reallığı əks etdirməyən məlumatlar yer alır. Bu cür əsassız və dəqiqləşdirilməmiş məlumatların tirajlanması, ictimaiyyətin obyektiv və doğru informasiya ilə təmin olunmasına xələl gətirməklə yanaşı süni ajiotaja səbəb olur. Sosial şəbəkə istifadəçilerindən həmçinin ictimai fəallardan xahiş olunur ki, istintaqın gedişinə mane ola və cəmiyyətdə çaşqınlıq yarada biləcək informasiyalar yaymasınlar deyə birgə məlumatda qeyd edilib.